Və əziz kanal izləyiciləri, bugün sizlərlə deməli sertifikasiya imtahanında istifadə olunmuş Naxçıvan Muxtar Respublikasında belə bir sualın izahını bölüşmək istəyirəm. Diqqətimi çəkən bir sual oldu. Deyir ki, loqaritma 3/1 əsasdan 2x plus 5-in tam hissəsi -3-dürsə, əgər bir ədədin, tutaq ki, bir x ədədinin, tutaq ki, tam hissəsi a-dırsa, onda bu x ədədi a plus 1 ilə A arasında yerləşdiyini hər birimiz bilirik. Onda belə çıxır ki, bu ədədin tam hissəsi -3-dürsə, onda bu ədəd, yəni loqaritma 3/1 əsasdan 2x plus 5 ədədi sağında deməli -2, solunda isə -3 yerləşir. Yəni -3-dən böyük bərabər, -2-dən kiçik bərabər. Bunun hər tərəfini siz -1-ə vursanız, işarənin yönü dəyişəcək. Bu tərəfdə olacaq 2. Burada olacaq bu şəkildə. İndi -1-ə vurmusunuzsa, burada artıq 3 əsasdan 2x plus 5 yazacaqsınız. Digər tərəfdə -1-ə vursanız nə verəcək 3? Yəni misalın hər tərəfini vurdum -1-ə. Bu hazır. İndi keçək loqaritmanı həll edək. Adi loqaritmik bərabərsizlikdir. Bu tərəf həll edəndə 2x plus 5 kiçik bərabərdir 27. X da kiçik bərabərdir 22-ni 2-yə böləndə 11. 22 bəli 11. Digər tərəfdə də həll edəndə 2x plus 5 deməli böyükdür 3/2-dən 9-dan. X da böyük bərabərdir 2-dən. Deməli 2-dən böyük 11-dən kiçik ədədlər, amma 11 qapalı mötərizə ilə ən kiçik və ən böyük qiymətlərin cəmini 3 ilə 11-in cəmini istəyir. Bu da ki 14-dür.